Həyatımda ilk dəfə bu qədər çeşiddə plovu bir yerdə görürdüm. Adı da şeş plovdur. Bugün mən sizlərə Başkent restoranının banket menyusunu təqdim etmək istəyirəm. 20 nəfərlik banket menyusu 1200 manat deyil də endirimlə 1000 manat olur. Bir nəfərə 50 manata başa gəlir. Qarşıdan gələn Yeni il bayramında da iş kollektivi, tələbə kollektivinizlə rahatlıqla buradan yararlana bilərsiniz. 5 növ soyuq qəlyanaltılar, 8 növdə salatlar və məzələr, 5 növ müxtəlif kabablar və isti yeməklər. Əlbəttə ki, şeş plov çox ləziz idi. Hər bir növdə kabablar da yumşaq. Salatların və məzələrin təqdimatı da bir ayrı xoşuma gəldi. Üstəlik banket menyusuna canlı musiqi və süfrə dekoru da daxildə çox gözəl bəzədilmişdi. Soyuq yeməyini də unutmayaq, milli dadlarımız həqiqətən çox ləziz hazırlanmışdı. Sonda da samovar, çayı, çərəzlər, milli şirniyyatlarımız, fərqli dadda çaylar, meyvə qurusu və şokoladlar daxildir. Konseptin adı da unudulmuş milli mətbəxdir. Həm öz oturduğumuz, həm də ki digər kabinetlərdə sizlərə göstərim ki, baxın, həmçinin ad günləri və digər xirişləriniz üçün də gələ bilərsiniz. Bura Nərimanov filialı idi.